burada Aha. senin mama gelir bir gün de sana der ki man bir tane подруга var rayonu Ümmüler'de. O bir tane kızım var. Ben istedim sen toy gidin. Amma müsəlmanlığı qəbul edib də. Doğrudan? Tamam. Sizdən sonra sizdən əvvəl. Məndən sonra. Çünki mən ona dedim ki, Qadın böyük qüvvədir. Bəli, bir daha şahid oluruq buna. Övladlarınız artıq sizin müsəlman sayıb ikinizdən. Biz getmişdik, müsəlman adları da var. Məhəmməd, Məryəm. Ay, çox gözəl. Aval. Ben istemiyorum bayan dili. Niyə? Çünkü ben Fişer'e ben burada Yaşamayacağım. yaşamıyorum. Ama indi benim aile var burada. Aynen. Yoldaşım, uşaqlar. Hal-hazırda yanımda çox gözəl bir cütlük dayanıb. Alfons bəy və Nigar xanım. Alfons bəy Kubalıdır, Nigar xanım isə Azərbaycanlıdır. Necə tanış olmusunuz? Öz dilinizdən eşitmək istəyirəm. Oy, biz 2019-cu ildə tanış olmuşuq. Heç nə, oturmuş da dostu ilə Targovada. Mən də onun dostunu çoxdan tanıyıram. Bakıda nə iş görürdü? Kim? Yoldaşım təzə gətirmişlər bura. Aha, nə üçün? Boksçu. Aha, Bizim milli komanda. Millimizin üzvüdür də belə deyim, boks üzrə. Aha, mən mama ilə gəzirdim Targovada prosta. Oğlan da dostumuz gəldi mənə salamlaşmağa da mama ilə mənlə. Bu da gördü məni. Başladı soruşmağa, sonra dostuna bu qız kimdir? Onda saçım buruq tökmüşdüm, saçımı qapqaraydım yayda. Amma все, başladı maraqlanmağa. Oğlan dedi ki, yox da, bəs bizim mentalitet fərqlidir. Qız ancaq anası ilə hər yerə gedir. Bəs bizdə deyil də. Bu dedi ki, yox görəcəksən, o mənim yoldaşım olacaq. O sözü dedi. Elədi. Daha sonra necə oldu? Sizin dostunuz tanış elədi? Yox, o mənə Instagramda yazdı. Mən ilk soruşdum ki, ingilis dilini xətəbə bilirsən? Dedi ki, yox, ancaq ispan dilini bilirəm. Mən də dedim ki, bizdə alınmayacaq da. Çünki sən dil bilmirsən, mən ispan dilini bilmirəm. Hədə yoxdur, ortaq bir dil yoxdur, alınmayacaq. Ondan sonra hardasa yazmadı. Mən də sonra podruqamdan şəhərə çıxmışdım. Dostu mənə yazdı, hardasınız, gələk də biz. Mən elə bildim, tək gələcək. Gəldi yoldaşımla. Bu da oturub danışa bilmir, nə salam bilir, nə sağol, heç nə başa düşmür. Bəs dostu Azərbaycanlı idi? Yox, Kubalıdır. Amma o ingiliscə bilir, danışa bilir. Azmaz, o bundan qabaq burada neçə il yaşayıb da bilirdi. Bu oturub ancaq susmuşdu, belə baxırdı mənə. Mən də deyirdim, ay da bilmir də, dil bilmir. Translate ilə danışırdıq. Mən translate telefonda verirdim ona, o translate ilə yazırdı, mən translate ilə yazırdım. Sonra dedi ki, konkretlə mən öyrənəcəm, sənə görə ingilis dilini öyrənəcəm. İndiyənə qədər dəftər evdədir bizdə. YouTube-dan açdım, öyrənirdi də. Yaxşı öyrəndi, yəni ki, danışdıqca o da öyrəşdi, mən də öyrəşdim. Amma indi biz siz necə danışırıq? Həm Azərbaycan dilində, həm rus dilində, həm ingilis dilində, həm ispan dilində qarışdırırıq hamısını. Hal-hazırda Azərbaycan dili kursuna gedir deyəsən. Gedir, müəyyən sözlər bilir, indi biz də soruşacağıq ondan. Öz dilindən eşitmək istəyirəm, sizi görəndə ilk nə hisslər keçirib? Azərbaycan dilində ifadə eləyə bilirsə, Azərbaycan dilində eləyə bilmirsə, o ingiliscə deyəcək, siz bizə tərcümə eləyəcəksiniz. She asked that when you see me first time, what you feel? You possible say in Azerbaijan, if no, in English. Nothing, I feel nothing. I see one girl so different. I don't know, I have the feeling like I will be with you in the future, that's why. Deyir ki, görəndə ilk baxışdan gördüm ki, nəsə fərqli bir qızdır da. Yəni heç vaxt buruq saç qız görməyib burada. Plus qapqara idim. Deyir, çox fərqli idin. Elə bildim ki, bizimkilərdənsən. Plus o oğlan yaxınlaşıb salamlaşanda vəbşə də. Deyir, ürəyimdə sırası hiss elədim ki, sən mənim yoldaşım olacaqsan, biz bir yerdə olacağıq. Belə deyək, ilk görüşdən bu artıq sevgidir. Və Nigar xanımın anası rusdur, atası Azərbaycanlıdır, əslində özü də metisdir. Neçə müddət davam elədi sizin bu münasibətiniz? Yəni sevgililik, flört? Elə bil ki, tanış olduq. Elə olurdu ki, mən risk eləmirdim də. Birinci qorxurdum. Deyirdim ki, xaricidir, ciddi olmaz, necə olacaq münasibət, nə bilim. Bir ay danışırdıq, bir ay danışmırdıq, bir ay danışırdıq. Elə oldu ki, məndən əl çəkmirdi. Nə bilim, iş yerimə hədiyyə göndərirdi, gəlirdi iş yerimdə gözləyirdi.
ilk dəfə gül mənə verəndə bütün su idi də, yəni əsirdi Həyəcanla. qabağımda. Deyirdim ki, yəni ki, nə var da burada, yəni rahat ol. Deyirdi ki, mən həyatımda heç kimə gül verməmişəm, hədiyyə verməmişəm. Deyir, ilk dəfədir də, yəni bu hisslər. Ona görə, yəni onda mən başa düşürdüm ki, yox da bu ciddidir. Çünki yox deyirdim, ya əl çəkmirdi. Yəni ki, dayanmadan, yəni ki, hər şey deyirdi ki, mən onunla görüşüm, danışım, hər şey deyirdi də. Mən başa düşdüm ki, ciddidir fikri. Hə, tanış olanda neçə yaşınız var idi onun və sizin? Oy, 2019-da, indi mənim 29 yaşım var da. O, mənim 22-23 idi də. 1 yaş fərqimiz var. 24-25 belə bu aralıqlarda olub yaş dövrünüz. Neçə müddət sevgili oldunuz və artıq qərar necə verdiniz ki, biz evlənməliyik? Yəni bu yola addım atmalıyıq. Elə bil 2021-ci il idi. Yanvar ayında mənə 15-i evlilik təklif eləmişdi. 2 il o zaman sizin o sevgililik, tanışlıq dönəminiz olub. Evlilik təklifi etdi. Daha 2 ildən az da. 21-də karantin falan idi. Onda mənə evlilik təklif elədi. Necə oldu evlilik təklifi? Oy, bir dənə podruqalarımla bir yerdə eləmişdilər, plan elədilər. Bir dənə mənzil tutmuşlar kirayə. Orada evlilik təklif elədi. Ən yaxınları çağırdıq. Evlilik təklif elədi. 2021-in yanvarında, oktyabrda toyumuz idi. Gəlin çaylarımızı süzək, söhbətimizdə qonaq otağında davam edək. Yaxşı. Baxın, bu balaca cütlüyümüzün qızıdır. Bir dənə də oğulları var. Adı nədir? Lorena. Lorena. Neçə yaş var? 2 yaş yarım. Oğlunuzun? 3 yaş yarım. 3 yaş yarım. Salam. Скажи привет. Скажи. Qızınız belə başa düşürəm daha çox atasına meyllidir. Hə, elə deyirlər də, qızlar papasını daha çox istəyirlər. Çünki bu onun nazı ilə oynayır, hər şey icazə verir. Heç nə deməyin qızıma. Nigar xanım, mənə bilirsiniz nə maraqlıdır. Necə dediniz siz ailənizə? Mən mamaya ilk dedim. Mama yəni ki, görmüşdü, bəyənmişdi də. Çünki deyir ki, çox fərqlidir də, yerini sözünü biləndir, tamamilə fərqlidir dostlarına baxanda. Qardaşım o vaxt müharibədə idi. 2020-ci ildə ki müharibə. O müharibədə idi. Yəni biz o vaxtlar ilə görüşürdük, eləyirdik. Qardaşım deməli dekabrın 31-i gəldi. Mama dedi ki, bəs belə bir görüşürlər, danışırlar. Bəs təkdir, bəlkə gəlsin yeni ili bizlə bir yerdə qeyd eləyək. Amma qardaşım bunu ondan öncə görmüşdü. O dostumdan, mən bir dəfə ayağım idmandan problemli idi, evdə idim, gəlmişdilər bizə. Dostum gəlmişdi bu, sonra Kolumbiyalı qız var idi, o da obşi dostluq eləyirdik, o da gəlmişdi. Bu gəlmişdi, qıraqda belə sakitcə oturmuşdu, heç nə danışmırdı, eləmirdi. Qardaşım bilmirdi biz danışırıq da. Qardaşım ondan yadında qalmışdı. Demişdi ki, çox fərqlidir. Yəni ki, mən də o vaxt onu bəyənmişdim də. Mənə bir kəlmə söz dedi ki, bəs həyat sənindir. Prosta istəmirəm sabah sən ağlayasan da, pis olasan. O seçim sənindir. Mən bəyənirəm oğlanı. Gəldi, yeni ili bir yerdə qeyd elədik. İlk yeni ili bizlə. Sonra başladı. Gedək davamında, davam otağında davam edirik. Это папа. Чай olmaz. Otursun. Tortik хочешь? Конечно. Nigar xanım, bizim adətlərə uyğun o elçilik, nişan və s. belə şeylər oldu? Yox, çünki nə bilim, mən üçün onlar da istəyirdim təbii ki, elə bir şeylər olsun, amma bilirsiniz, o vaxt elə bir şey də, maaşı da yox idi. Hətta elə günlər olub ki, mən ona kömək eləmişəm də. Ona görə, mənim üçün önəmli deyildi. Ay getsin, mənə komplekt alsın, qızıl alsın, xonçalar gətirsin. Özüm işləyirdim, özüm qazanırdım, hər şey özüm eləyirdim, evə eləyirdim. Sonra bir yerdə olandan sonra hər şeyi birlikdə eləyirdik. Deməli, ananızla tanış elədiniz, onları bəyəndi. Onlar bəyəndikdən sonra neçə müddət sonra artıq toy elədiniz?
Elə bil ki, dekabrın 31-i var tanış oldu. No, mama təbii ki, bunu ondan öncə bilirdi. Qardaşım tanış oldu. Все, 15 yanvar evlilik təklif elədi. Həmin 2021 ildə oktyabrın 10-u toyumuz oldu. Aha. Deməli, siz ailənizə dediniz, amma Alfons bəyin atası, anası kim var? Ancaq anası var idi. Anası təbii ki, razı idi da. Aha, öz dilindən eşitmək istəyirəm. Ona bir sual verin ki, anasının reaksiyası necə oldu? Çünki fərqli millətlərdə heç bəlkə də onlar Azərbaycanın bir ölkə olaraq varlığından da xəbərdar deyildilər. Belə söhbətlər var. Mənə maraqlıdır onun fikri. When you say your mom that your future wife is from Azerbaijan, which reaction she have? Nothing, не связано. Здесь не Куба. She don't say nothing that I'm from another country. Nothing. Heç nə deyir. Bizdə Kubada yəni normaldır belə şeylər. Heç bir reaksiya vermədi yəni. Куба, мой мама, Hiç ne bilmiyorum. Deyir ki, bizim ölkədə analar yəni ki, heç nə deyə bilməz də. Kimdən ailə həyatı qarışmırlar heç vaxt. Qarışmaq qarışmaq istəsə belə, yəni qoymazlar da. Onların mentaliteti biraz fərqlidir. Uşaqları göndərdik, çünki biraz həddən artıq səs-küy edirlər ona görə. Sizin toyunuz Azərbaycan adət-ənənəsi ilə oldu. Yəni evdən vağzalı ilə çıxdınız. Nə reaksiya verdi o toy? Bizim toy adəti başqadır, yəni ki, onlardan tamam fərqlidir də. Necə reaksiya verdi? Normal əslində. Mən hər şeyi başa salmışdım öncədən. Biraz belə şokda baxırdı hər kəsə, hər şeyə. Normal keçdi yəni ki. Özünə sual verin, yəni o toyda oynayanları gördü, zurna, balaban, çalğı və s. bunları görəndə nə reaksiya verdi və Kubada necə olur toy adəti? Çoxmu fərq var idi? Və yaxud ola bilər hansısa bir adətimizi görüb deyib ki, Kubada da var bu. When we married this wedding, you understand, okay? Давай. Bizi başa düşdü Azərbaycan dilində. Which reaction that you have when you see our wedding, how people dancing, you come and take me from home, all this traditional. Yes, too much. And have something same like in Cuba. Yeah? Kuba'da toy. Yoxdur. Sizdə sadəcə nikah olur. O da olmur. Officially married. She say you have. I say. In Cuba have official marriage, Var. but no need. Ehtiyac görmürlər. Da, kimsə eləyir, kimsə eləmir. No çoxsu. Yəni bunun üçün xüsusi bir adətləri, bir gələnəkləri yoxdur da belə deyim Kubada. Yoxdur. Ama burada da toy maraqlı. Toy maraqlı gəlir. Ki həqiqətən Azərbaycan toyları çox maraqlı keçir. No bizim toyumuz vəbşə maraqlı idi da. Bizdə bilirsiz bir neçə dənə milli mahnı oldu. Hardasa 1 saat belə hardasa oynadıq, elədik. Təbii ki, iş yoldaşlarım, bunun iş yoldaşları federasiyadan hamı gəlmişdi. Ondan sonra ancaq diskoteka oldu bizdə. Belə cavan məclis olub əslində. O da bizdə indiyənə qədər hamı deyir ki, sizin kimi toy hələ olmayıb da, yəni görməmişik. Azərbaycan mahnılarına rəqs eləyə bilirdi. Əvvəlcədən hazırlaşmışdınız ümumiyyətlə? Yox, biz xarici mahnı ilə mən prosta oynadım. Amma belə oynayır, Даже Instagramda lezginka oynamağını görməmisiniz. Yox, mütləq ki, onu yerləşdirəcəm. Da, orada lezginka oynayır mama ilə. Nə? Deyir, Instagram mən zarafat, ancaq idi da, gülməli şeylər paylaşdırıq ona görə. Amma lezginka oynayır mama ilə. Sualı verəcəm, görüm Alfons bəy məni başa düşür, yoxsa yox. Azərbaycanda ən çox bəyəndiyiniz nədir? Okay, she said the most what you like in Azerbaijan. The most? Mənim yoldaşım. Çox qəşəngdir, mənim yoldaşım başqa nə var? Yeməklər, city, hava, yeməklərimiz, daha çox nəyi bəyənirsiniz? Everything here is good. Everything, I like everything from Azerbaijan. Hər şey düzdür, hər şey bəyənir. Yəni xüsusi bir yeməyimiz var, bizim milli ki, onu bəyənib. Daha ən çox nə sevirsən yemək? Plov. Plov. Aş. İran çok da ama
Hə, çox indi yemir, amma yeyir, ən sevdiyi. İstərsəməz idmançıdır, karbohidrat olmaz yəqin ki, ona görə Da, müəyyən da. sərhədlərdə yeyir. Daha çox siz ümumiyyətlə evdə Kubaya məxsus yeməklər bişirirsiniz? Bunların öz düyüləri var, Kuban rice-da. Bu onu çox vaxt hazırlayır. Mən də hazırlaya bilirəm, но çox vaxt özü hazırlayır. O necə hazırlayırlar? Fərqliliyi nədir bizim məsələn düyümüzdən? Orda lobya olur. Düyünün rəngi tünd olur da. Даже mən Kubada ilk dəfə görəndə qapqara kimi idi, belə непонятно idi, amma çox ləzzətlidir. Dadı çox fərqlidir. Çox. Amma bizim aşa bənzəmir də. Yox, çox qəşəngdir. Ancaq lobyadır, iyi düyüdür. Onlar prosta çox ədviyyat sevir yoldaşım. Cirə, hər şeydə qatırır ora. Çox fərqli, maraqlı bir dadı olur. Çox ədviyyatlı istifadə edirlər yeməklərdə. Aha, başqa Azərbaycanın rayonlarına və s. getmisiniz bir yerdə? Getmişik, hə. Hamımızda bayan biz gedirik. Hə, getmişik də. Həm komanda ilə özü də gedib, həm də ki biz toja ailəvi olur gedirik Altı Bazar. Aha, millimizin üzvüdür də dediniz boksda. Hansı nailiyyətlər olub? Dünya çempionu, qızıl medal, gümüş, Avropa çempionu, qızıl, olimpiyada bürünc, gümüş. Neçə ildir artıq bizim millinin üzvüdür? Elə o 2018-də gəldi. 2018-dən bizim ölkəni təmsil edir. Yaxşı, bu Azərbaycana gəlmək prosesi necə baş verib özü desin? Yəni niyə Azərbaycan, necə olub düşüb milliyə? How you come in Azerbaijan? Why Azerbaijan? Oh, nothing. I was in Cuba and I post one video on the internet and they see me. And they talk to me if I want to come in. İnternetdə, Facebookda da video paylaşmışdı. Elə через dostu soruşdular, maraqlandılar da, əgər gəlmək istəyirsə bura gəlsin. Dedi, hə, gələrəm, təbii ki, gələrəm. Daha öncədən də Kubada boks fəaliyyətinə məşğul olurdu. Dostu da Kubalı olur. Bir yerdə artıq o da millimizin üzvüdür. O bizdə çoxdan burdadır, hə. Millimizin üzvüdür bir yerdə. İndi ucu yox, amma əvvəl hə. Kuba ilə o Azərbaycandakı mentalitet fərqi nədir? Kuba başka mentalite var. Aha, başqa mentalitet, okey. Burada Aha. senin mama gelip bir gün de sana de ki mam bir tane подруга var rayonu Vimira'da. O bir tane kızım var. Manastırdan Santo gidin. Aha. Oğlan heşin, yaxşı mama, Okey, problem. Ben Kuba mama gelir mam bir tane подруга var, mama İstəmirəm. Başa düşdüm. İstəmirəm. Yəni bizdə analar belə deyir, can atır ki, övladı evlənsin, mənim podruqamın qızı var, nə bilim filan kəs var, amma onlarda belə deyək də ana üçün maraqlı deyil. Evləndi, evlənmədi, öz işidir də, belə deyək, qarışmırlar. Çünki hər kəs öz həyatını yaşayır orada. İstəyir analar, istəyir atalar, istəyir uşaqlar. Hər kəsin öz həyatı var. When you see in Cuba people go on tour is because of real love. Deyir ki, əgər Kubada görsəz ki, kimsə gedib toy eləyib, eləcə nikahlıda, deyir ki, o uca konkretna həqiqətən sevib. Sevir, ailə həyatı qurur. Ona görə mən gidəcəm. Ona görə deyir, mən sənə evləndim. Əslində belə deyim də, bizdə bəzi ailələrdə Alfons demişkən, ana deyir, gəl filan kəslə evlən, o da sırf evlənmək xətrinə evlənir. Amma belə başa düşdüm ki, Kubada sırf evlənmək xətrinə evlənmirlər. Əgər inanırsa ki, bu adam həqiqətən sevir və bu insanla ömrünün axırına qədər gedə biləcək, artıq o təqdirdə evlənir. Hə, düzdür. Əslində çox yaxşı bir şeydir. Hə. Nə hər iki tərəf bədbəxt olmur. Sonradan. Bəli, sonradan necə ki, bəzən olur da, burada ailə həyatı qururlar, sonra boşanırlar və yaxud nəsə. Elə şeylərin qarşısını almaq üçün ona görə valideyn qarışmır. Alfons necə qərar verdi Azərbaycan dilini öyrənməlidir? She said, what? You don't understand. She said that how, in which moment you want to learn Azerbaijan? No. Why? Why? Bir dəqiqə olar. Loren, bədə bana tadama. Bəli. Əvvəl mən istəmirəm Azərbaycan dili. Niyə? Çünki mən fikirləşirəm ki, mən burada yaşamayacağam bilirsən. Amma indi mənim ailə var burada. Ailəm. Yoldaşım, uşaqlar. Ona görə mən istəyirəm Azərbaycan bilir. Bilmək. Çünki
Sabah, mənim uşaqlar bir problem var, o bilmirəm. Mən yoldaşımda işi privoşum, mən istəmirəm. Əslində çox gözəl bir şeydir. Deyir mən sabah uşaqlarım böyüyəcək və belə başa düşün ki, siz burada qalacaqsınız da, yəni getməyi düşünmür, burada yaşamaq istəyir və deyir mən əgər burada yaşayacağamsa, buranın dilini öyrənməliyəm. Sabah mənim uşaqlarım burada böyüyəcək, sabah onların hansısa bir problemi ola bilər və mən hər zaman yoldaşımla bir yerdə belə deyək tərcüməçi kimi gəzə bilmərəm. Çox əslində möhtəşəm düşüncədir. Sadəcə mənə maraqlıdır nə? Alfons bəy dedi ki, Kubada insanlar gərək bir-birini çox sevər ki, evlənələr. Bəs yaxşı, Kubalılar niyə belə deyək, o sevgini sevə bilmirlərmi? Niyə sona qədər gedə bilmirlər? Nəyə görədir bu? Yəni nə oldu? Burada sevirlər amma orada yox. Why for example? Because in Cuba have Pasca mentality. No need for go and stay with one girl. No need to go and marry with her. Deyir ki, hər hansısa bir qızla, yəni ki, görüşmək istəyirsənsə, yaşamaq istəyirsənsə, bir evdən premier, evlənməyə ehtiyac yoxdur. Orada yəni ki, çox sadədir, çox adidir də belə bir şeylər, yəni ki. Cuba Pasca mentality var, amma burada daha yaxşı mentality burada. Elon sual verəcəm ki, sizcə hansı yaxşıdır? Burada daha yaxşı. What I use for in Cuba, you possibly see one girl with on 2 yaş with one baby, two baby. Deyir 12 yaşında, 13 yaşında bir də qızı görə bilərsiniz ki, uşağı var. Uşaqları var. Yəni bu baxmayaraq ki, Kubalıdır, bunun üçün belə şeylər normal deyil. Əslində Alfons bəy görüntü olaraq Kubalıdır, amma içdən Azərbaycanlıdır da, yəni. Hətta deyirəm məncə bu sizdən sonra olan bir şey deyil. Bu adam əgər sizi görüb və sizlə artıq evlənməyi düşünübsə, deməli elə əvvəlcədən o fikirdə olan biri var idi. Düşünmüsünüz ümumiyyətlə başqa ölkədə gedib, məsələn, niyə görə Kubada yaşamırsınız, amma Azərbaycanda yaşayırsınız? Kubada çünki şərait yoxdur da, orada sıfır, yəni ki, ailədə, например, 4 nəfərsinizsə, 4 nəfərə birinə, например, qanad verirlər, toyuğu deyim də, qanad, birinə sinə əti, вот belə bir belə verirlər. Sonra, например, çörəyə növbədir, mağazində toyuq almaq üçün növbədir, səhərdən axşama kimi gözləyirlər. Bunun evin yanında görürdüm də, otururlar, gözləyirlər, sonra kimsə çıxıb deyə bilər ki, "Vəsə bitdi, sabah gələrsiz." Yəni ki, orada yaşamaq yoxdursa, artıq sən ac qalmalısan da bir gün. çox çətindir. Əgər xaricdə tanışın yoxdursa, ailən yoxdursa, sənə kömək eləmirsə, çox pisdir vəziyyət orada. Çox. Ümumiyyətlə böyük yerdir, yoxsa kiçikdir? Böyükdür, çox böyükdür. Onlarda bir şey ki, həkim ancaq ən yaxşı maaş həkimlər alır $40. Vəsə müəllimələrin maaşı $16, $15. Yəni ki, belə onlarda yaşayış çox pisdir. Qayanınız düşünüb heç gəlib burada yaşamalı? Gəlmişdi bura. Bir ay qaldı burada. Prosto biz onda şəhərdə kirayədə qalırdıq, bina evində. Yazıq bütün otaqları gəzirdi, dedik ki, özümü atacağam aşağı. Çünki sıxılırdı. Orada həyət evidir. Həyət idi, qonşular gəlir, deyirlər, gülürlər, rəqs eləyirlər. Yəni ki, imkanları olmasa belə, mən bir şey ancaq orada gördüm ki, çox xoşbəxtdilər. Çox mehribandılar. Çox. Deyir ki, orada например heç nə yoxdur, amma oranın insanları bizimkilərdən daha xoşbəxtdilər. Səhər mahnı qoyurlar, biz dururduq, səhər gəzirdik, hamı ilə salamlaşırlar, çağırırlar evə, gəlin oturaq, nə bilim, içirdilər, pivə içirlər hamısının əlində. Biz çay içirik səhərlər, onların əlində pivə, butulочkalardı. Oynayırlar, rəqs edir, çox mehribandılar, xoşbəxtdilər. Deyir, hə, ancaq içirlər oynayırlar, rəqs edirlər. Hə, heç kim də heç kimə deyə bilməz mahnının səsini azalt və yaxud nəsə. Çünki hamısı eyni, yəni ki, beyindədirlər, oynasınlar, eləsinlər. Yəni maması gəldi, burada qaldı, çox darıxırdı orayı üçün. Çünki düzdür, hər yerə aparmışam, gəzdirirdim, hər şey. Prosta bilirsiniz, bizdə həyat daha sakit axı. Da, padruqaları hamısı oradaydı. Ona görə biraz sıxılırdı. O bir ay sonra getdi. Elə oldu ki, 2 ay sonra rəhmətə getdi. Anası rəhmətə getdi. Allah rəhmət eləsin. Bəs atası? Atası bura gəlməmişdən öncə rəhmətə getmişdi, Alfonso. Onda ürəyində problem oldu. Durduğu yerdə prosta sağlam kişi idi, ürəyi tutdu. Azərbaycana gəlmişdi o da? Yox. Alfonso bura gəlməmişdən öncə Azərbaycandakı fəaliyyətinə başlamışdan əvvəl, daha əvvəl. Halbuki papasının sayəsində də bura gəlib də.
Necə oldu? Çünki papası həmişə bunu deyirdi ki, get burdan, sən burada davam eləsən. Yəni ora çox kriminaldır da. Hə, yəni ki, lazım deyil də dostların kimi olacaqsan, mənim kimi olacaqsan, istəmirəm də get gələcəyini qur. Вот o dostu Toşdu Kubalı deyirdim, atası onu tanıyırdı. Ona da demişdi ki, apar da mənim oğlumu çıxart buradan, apar buradan. Вот deyərdim ki, daşı atasının sayəsində. Yaxşı, belə deyim, Kubada həyat çox hərəkətlidir dediyinizdən belə başa düşdüm. Həm insanlar hərəkətlidir, həm istər kriminal cəhətdən hərəkətlidir. Bəs Alfons Azərbaycana artıq gələndə bir sıxılmadımı? How you feel when you come here? You miss Cuba? You stay? No, do I miss Cuba? Of course I miss. It's my country, but now I have my family here. I stay boxing here. How you feel when you come in here first time? First time when I come here, I feel happy because it's one opportunity for me for I have my family. Because long time ago, for example, my papa and me dressed like the same shoes. And for example, for me go to school, for my papa go out, he need to wait when I coming from school for give him the same shoes and he possible go out. It's like something like that. Deyir ki, təbii ki, bura gələndə çox xoşbəxt idi. Mənim üçün çox böyük bir şans idi də. Bəli. Deyir ki, əvvəl Kubada yaşayanda papa ilə mən bir ayaqqabı geyinirdik. Mən məktəbə gedirdim. Papam evdən çölə çıxmaq üçün gözləyirdi ki, mən qayıdım, ayaqqabını geyinsin, çıxsın da. Yəni ki, belə idi. Deyir, plus mən bura gələndə kömək eləyirdim onlara. Yəni şans idi ki, onlara pul göndərim, kömək eləyim. Plus deyir, təbii ki, öz ailəm var burada. Ona görə daha çox xoşbəxtəm. All what me possible have today, I promise my papa to one day I will give him. Deyir ki, həmişə he no let me do this for him. Deyir, həmişə papama bir söz demişəm ki, indi necə yaşayıramsa da, hər şeyi ona verəcəm də, kömək eləyəcəm, gedəcəm çempion olacam, sən Kubada çox yaxşı yaşayacaqsan, maşının olacaq, yaxşı evin olacaq, hər şeyin. Deyir ki, alınmadı da, görmədi o günləri. Deməli, sizin övladlarınızın adı mənə çox qəribə gəldi. Çünki bizdə belə bir şey var da, biz uzağı nənənin, babanın adını övladlarımıza qoyuruq. Amma oğlunuzla yoldaşınızın adı eynidir. Qızda da belə bir dənə, elə bir bizim A hərfini artırıblar da. Bizdə necə Elnur, Elnur edisə, elə bir şey artırmışsınız. Bu, onlarda yəni adi bir şeylə qoyurlar uşağa ata adını. Qoyurlar, hə. Naprimер, yoldaşımın adı babasının qısaldırmış adıdır Loren. Babasının adı Lorenzo idi. Loren, atasının adı Berto. Elə bir ki, bunlarda hamısında, hamıda Kubada 2 ad olur. Türklər kimi. Hə. Bunun öz adı Loren Berto Alfonso Dominguez. Alfonso papasının soyadı, Dominguez mamasının soyadıdır. Deməli, uşaq soyad götürəndə həm atanın, həm ananın. Onlar da elədir. Hə. Nə maraqlı. Da mənə dedi ki, mən istəyərdim ki, oğlumun adı Loren Junior olsun. Mən dedim, okey. Elə bizdə birinci uşaq oğlanda Loren Junior, qızda dedim, bəs. Dedi ki, həmişə arzum olub Lorena. Lorena, Lorena. Dedim, okey, olsun Lorena. Çay. Çay sevirsiniz? Çok hoşlanamıyorum ama seviyorum. Orta. Kubada çay var, içilir. Kuba, nava çay içməyirsən? İstəyirsən. No, İçmək istəyirsən. Hastasan. Ancaq xəstə olanda. Dərman vasitəsi kimi. Hastasan, səhər durursan. Səhər. Səhər piva. Biz səhər dururuq çay içirik, onlar səhər durur pivə içirlər. Ora gedəndə 3 gün yemək yemirdim, bu görmüşdü də. Bütün dostları dedi ki, o acından öləcək də nəsə bişir ona. Nəyə görə? Onların, naprimер, düyüləri, bu özü mənim üçün hazırlayanda mən yeyirdim. Çox qəşəng yemək bişirir də. Həm də fərqli bişirir. Amma orada, naprimер, bişirirdilər düyünü, elə bil ki, bizim kaşa idi. Elə bir düyüydü. Mən yeyə bilmirdim. Naprimер, yanında nəsə, onlarda sosiskalar fərqli olur, yumurtalar da belə fərqli olur. Ona görə 3 gün heç nə yemirdim. Sonra özü başladı mənə yemək bişirməyə. Donuz çoxdur. Onlar oturub donuz yeyirlər. Mən baxırdım, dedim ki, yox da, yeyə bilmərəm mən onu. Çünki şəraitə baxırdım, dedim ki, mən yeyə bilməyəcəm bu donuzu. Kuba əhalisi din olaraq xristiandır. Əksəriyyəti? Yox. Orada xristian, sonra
Biz barbisin kultura, paska kultura. Onların özlərinin də var. The name Oricha kultura. Oriça nəsə, belə bir şey. Onlar Oricha dediklərində hansısa bir bütə inanırlar, yoxsa o da tək Allahlı bir dindir? They believe God or No, in all cultura you need believe God. God is only one in all. yes, but have Buddha, Mudu, Have a lot of. Onlar biraz fərqlidir. Например, Bəli, günəşdən ancaq qorunma zontikla gəzirlər. Günəş varsa, belə bir insanlardır da, elə bir religiyadır. Heç mən o religiyanı bilmirəm. Çünki bu Bizim kultura gelir from Afrika. Afrikada. Afrikada Kuba gəlir. kultura gelir from Afrika, aynı Afrika. Amma müsəlmanlığı qəbul edib də. Doğrudan? Da. Sizdən sonra yox, sizdən əvvəl? Məndən sonra. Çünki mən ona dedim ki, Qadın böyük qüvvədir. Bəli, bir daha şahid oluruq buna. çünki mən ona dedim ki, mənim həmişə arzum olub, gedim məsciddə kəbinim olsun. Bu da dedi ki, mənim üçün problem yoxdur, çünki müsəlman dini çox təmiz dindir, istəyərəm. Oturdu, maraqlandı, oxudu hər şeyi. Vəsə getdik Heydər Əliyev məscidində. Həm müsəlmanlığı qəbul elədi orada, plus kəbinimiz də oldu. Aha. Quran da hədiyyə vermişdilər buna. Bizim dini sevirsiniz? Yəni fərqlidirmi sizin dindən? Çoxmu fərq var? Like No, Muslim religion different from your religion. çok different. Çok. You like? I like because it's tamiz and Muslim religion is with brain, you know, you do. Ürəkdən The most eləyirsiniz. important is your intention, you know. Yes. Deyir təmizlik, həm də ki ürəkdən gəlir də. Əslində mənim bayaq dediyim sözə bir daha qayıdıram. Görünüş olaraq Kubalı olsa da, həqiqətən də həm mentalitet olaraq, yəni bu müsəlmanlıq, İslamlıq elə bir şeydir ki, o sənin içində olmalıdır. Mən elə düşünürəm ki, kiməsə görə edilən bir şey deyil. Çünki bizdə zorlama yoxdur. Yoxdur, təbii ki, düzdür. O siz təklif etmisiniz ki, hə olsa okey, yaxşı olar. O da qəbul edir. Çox gözəl. Sразу deyir ki, mən həmişə bəyənmişəm. Yəni ki, təmiz bir dindir. Ona görə problem yoxdur. Hətta belə bir şey də var ki, Nigar xanım da təmiz, belə deyək, müsəlman sayılmırsınız əslində də, belə hardasa. Çünki anası rusdur. Sizin də bunu istəməyiniz çox böyük bir şeydir, bunu ürəkdən istəməyiniz. Övladlarınız artıq sizin müsəlman sayılır, çünki ikinizdən biz getmişdik, müsəlman adları da var. Məhəmməd, Məryəm. Ay, çox gözəl. Elə Heydər Əliyev məscidində getmişdik. Balaca olanda dua oxuyurdular. Adları qulaqlarına oxunur. Balaca olanda aparmışdıq ikisini də. Amma şəxsiyyət vəsiqələrində vətəndaş olaraq da Azərbaycan vətəndaşısınız da, hamınız, düzdürmü? Mənim bir qızım çıxmaq istəsə harasa, gedərəm kafaya, qızla oturacaq, mən o birisi stolda oturacam, gözləyəcəm ki, onlar bitirsin işlərini, danışsınlar, nə istəyirlər, eləsinlər, sonra deyir, evə götürüb gətirəcəm. Mənim bu ailədə ən çox sevdiyim şey Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, mentaliteti müəyyən qədər uşaqlarına aşılamaqları idi. Düzdür, balaca qız hələ tam danışa bilmir, amma böyük oğlan deyil. Çağıra bilərsinizsə bir-iki söz nə deyə bilər? Иди ко мне. Скажи это. Идите быстро. Осторожно. Так. Иди к тете, зайка. Идешь к тете? Mami. Скажи салам алейкум. Скажи, necəsiz? Нет, скажи, я тебе конфетку дам. Скажи. Скажи, necəsən? Titixən, başqa vaxtda yaxşı deyirsən. Скажи, sağ ol. Venga, Lorena. Sağ ol. Ağlayacaq eləmə. Select eləmə. Un besito, papá. Un besito. Ay, nena. Nənələrin görməyiblər də, amma bunlar kiçik vaxt. Yox, bu balaca idi, nənəsi görürdü kameradan и всё. Sağ ol. Пока-пока сделайте, пока-пока. Камере сделай, пока-пока.